Hər gün bədənimizdə minlərlə xərçəng hüceyrəsi ölür deyiminə necə aydınlıq gətirərdiniz? Bu cümlə elmi əsası olan bir cümlədir və bu fikirlə biz razıyıq, elədir. Hər gün bədənimizdə yüzlərlə şiş hüceyrəsi əmələ gəlir, lakin biz hər gün şişə yoluxmuruq. Burada bir çox belə deyək də mübarizə sistemləri, mexanizmləri var, amma başda gələn immun sistemidir, hüceyrə immunitetidir, T hüceyrələridir ki, hər gün yaranan şiş hüceyrələrini aşkar eləyir və məhv eləyir. Aha, bədənimiz öz-özünü qoruyur. Bəli, bəli, bəli. Bəs necə olur ki, qoruya bilmir və biz bunu Çox sadə desək belə bir şey olur da, hansısa hüceyrədə bir yanlış bölünmə gedir. Şişi fərqləndirən amil hüceyrənin kontrolsuz bölünməsidir. Yəni normada bizim bütün toxumalarda hüceyrələr nizamlı bölünür, belə deyək. Bölünəcək sayı bəllidir. O hüceyrənin bölündükdən sonra nəyə çevriləcəyi bəllidir. Şişdə bu mexanizm qırılır. Hüceyrənin necə aparacağı bəlli olmur. Və o başlayır kontrolsuz bölünməyə. Belə hüceyrəni tək bir olduqda immunitet hüceyrələri aşkarlayır, çünki onun quruluşu pozulmuş olur və məhv eləyir. Apoptoza uğradır, lizisə uğradır. Hər hansısa səbəbdən, bax bu səbəb bilinmir. Niyə baş verir?